Fatimiyyə vardı, Allah rəhmət eləsin. Onun kitabı da çıxıb, biz tərcümə də olunub. Onun bir alimdən nəql edirdi. O da ki, mühüm bir alim idi, mühüm bir şəxsiyyət idi. Həmişə də elmlə məşğul idi. Deyir, o bir dəfə iblisi görür. İndi ya yuxu halında görür, ya mükaşifə halında görür. Hər halda yəni iblisi görür və başlayır iblislə mübahisə etməyə. Ki, Allahın haqqından tutmuş, Adəmə səcdə etmə məsələsindən tutmuş, ta insanların həyatına müdaxiləsinə qədər hamısını orada iblislə bəhs edir və çox da tutarlı argumentlər qoyur ortaya o alim, iblisin qabağında. Və iblis susur, danışa bilmir onun dəlilləri qarşısında. Və alim başlayır fəxr eləməyə ki, gördünüz, sən iblissən, ona sən saxladın, dəlillərlə saxladın. Hansı ki, babamız Adəm səndən danışa bilməmişdi, onu aldatmışdın. Amma gör, mən səni necə saxladım. İblis gülümsədi. Dedi, bura bax, mən sənin 3 saat vaxtını aldım. Bax, nə xeyr oldu mənə? Sən mənim qabağıma dəlil qoydun, sübut qoydun. Mənə nə xeyr oldu? Mən dönəcəyəm. Axı, mən dönməyəcəyəm yolumdan. Mən Allahın qarşısında üsyan eləyib, ona qarşı çıxmışam, onun sözlərindən boyun qaçırmışam. Mən ona tabi olmamışam, onun dəlilləri qarşısında tabi olmamışam. Sənin dəlillərin qarşısında dönəcəyəm. Yox, mən səni məşğul elədim. 3 saat sənin vaxtını aldım. Uğurladım sənin vaxtından. İndi get. Bu ayıldı ki, bəli, mən böyük səhv eləmişəm.